Baxmayaraq ki, uşaq əməyinin istismarında Afrika ölkələri liderdir. Amma bugün, yəni 12 iyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü Azərbaycanda da qeyd olunur. Bu haqda danışacaq qonaqlarımız studiyadadır. Fərid Ədidov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və balaca məktəbli dostumuz da bizlə birlikdədir. Uşaq Səfirlər Məclisinin üzvü Nurlan Cəbrailzadə. Xoş gördük hər birinizi, xoş gəlmişsiniz. Sabahınız xeyir. Səhəriniz xeyir. Başlayaq, suallarımız var sizə və sizdən dolğun, çox zəruri cavablar eşitmək niyyətindəyik. Nədir uşaq əməyi? Beynəlxalq sənədlər bu barədə nə deyir və bizdə qanunvericilikdə bu necə öz əksini tapır? Çox sağ olun. Sabahınız xeyir olsun. Bütün tamaşaçıları da salamlayırıq. Çox aktual bir məsələ və eyni zamanda bəzən bu mövzu ətrafında müzakirələrin çox olduğu bir mövzudur uşaq əməyi və ümumiyyətlə uşaq əməyi nədir və ümumiyyətlə nə uşaq əməyi hesab edilə bilər. Bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ona görə biz qanunlara və beynəlxalq konvensiyalara baxmağımız çox vacibdir. Beynəlxalq Əmək Təşkilatının 2 konvensiyası var. Həmin o konvensiyalardan biri işə qəbul olunmaq üçün minimum yaş həddini müəyyən edən konvensiyadır. Digər bir konvensiya uşaq əməyinin ən pis formalarına dair konvensiyadır. Konvensiyada hər iki konvensiya Azərbaycan Respublikası ratifikasiya edibdir və bu konvensiyada ümumiyyətlə uşaq əməyinin tərifi və uşaq əməyinin belə deyək, spesifikasiyası göstərilib. Yəni, orada uşaq əməyi və eyni zamanda onun yüngül formaları və qeyd etdiyi ki, ən ağır formaları orada qeyd olunubdur. Ümumiyyətlə, uşaq əməyi bir mənalı olaraq onların yəni, mənəviyyatına, əxlaqına və təhsildən yayılmasına səbəb olan və zərərli işlərdə çalışması, bunlar ümumi şəkildə uşaq əməyi hesab edilir. Və uşaqların hansı yaşda işlənilməsi ilə bağlı bütün ölkələrdə konkret bir yaş müəyyən edilməyib. Konvensiya o yüngül işlər, ağır işlər müəyyən etdiyinə görə ölkələr artıq onları öz milli qanunvericiliyində özləri müəyyən edir. Məsələn, bəzi inkişaf etmiş ölkələrdə 13 yaş məsələn, uşağın işlənməsi yüngül işlərdə müəyyən edilir. Azərbaycan Milli Qanunvericilikdə Əmək Məcəlləsində 15 yaş müəyyən edilib ki, yaşı 15-dən az olan uşaqların işlənilməsinə yol verilmir. Burada uşaq əməyi ilə bağlı ki, qeyd etdik, bəzən bir məsələ də var. Tutaq ki, uşaq evdə işləyir və yaxud da anasına kömək edir. Bunlar uşaq əməyi hesab oluna bilərmi? Əmək Beynəlxalq Əmək Təşkilatının sənədlərində ki, biz orada qeyd olunub, ümumiyyətlə, hər hansı ki, iş o uşağın təhsilinə birbaşa maneçilik yaradırsa və eyni zamanda uşağın o böyüməsinə, inkişafına və yaxud dedik ki, mənəviyyatına zərər vurursa, bu işlərdir, deməli, uşaq əməyi hesab edilir və bunun uşaqların işlənilməsi bu halda yol verilməzdir. İstəyir orada pul qazansın, uşaq istəyir pul qazanmasın, təhsilə mane olursa, bəli, təhsilə mane olursa, o, deməli, bu uşaq əməyi hesab edilir. Məsələn, mütəmadi əgər cəlb olunursa. Misal üçün, əgər boş vaxtlarda, məsələn, uşağın hər hansı bir, uşaqlar səmərəli fəaliyyətdədir. Biz uşaq əməyini götürsək, uşaqların səmərəli fəaliyyətdə, yəni onların burada, indi yəqin ki, ekranda da göstərilir hal-hazırda, yəni uşaqların hansı səmərəli fəaliyyətlər, məsələn, təhsil məqsədləri üçün görülən iş var. Məsələn, hər hansı bir fəaliyyətdə uşaqlar öyrənirlər, taxta kəsib düzəldirlər. Biz ona uşaq əməyi hesab edə bilmərik. Və yaxud da, məsələn, uşaqların tamaşalarda və yaxud da verilişlərdə olması, bu uşaq əməyi biz onu hesab etmərik. O halda ki, onlar istismar olunursa və orada saatların miqdarı da var. Məsələn, böyük Amerika Birləşmiş Ştatları, Böyük Britaniyada uşaqların işlənilməsi ilə qayda var ki, məsələn, ən azı 4 saat işləyir, 4 saatdan sonra bir fasilə, break olmalıdır ki, 1 saatdan sonra tutaq ki, o ən azı istirahət etməlidir və məsələn, saat 7-dən əvvəl işlənilməsi və axşam saat 7-dən sonra, səhər saat 7-dən əvvəl və axşam saat 7-dən sonra işlənilməsinə icazə verilmir. Və məsələn, Böyük Britaniyada uşağın işlənməsi üçün müvafiq icazə sənədi alınmalıdır. Bizdə də bu məsələ var. Məsələn, 15 yaşdan az olan uşaq işlənilməsinə icazə verilmir. 15-dən yuxarıdadırsa işləyə bilər, amma onun belə valideynin və yaxud da onun qanun nümayəndəsinin rəsmi icazəsi ilə. Yenə bu hallarda ki, uşağın orada əməyi istismar edilməməlidir.
Siz yetərincə geniş məlumatı verdiniz, amma sizə bizim bir neçə sualımız olacaq. İstərik hal-hazırda Nurlanla biz həm söhbət olaq. Bir daha xatırladaq ki, Nurlan Uşaq Səfirlər Məclisinin üzvüdür. Nurlan, bir daha salamlayırıq sizi, bizim balaca dostumuzu. Balaca da demək heç belə düzgün deyil, yetərincə böyük işlərlə məşğul olursunuz. Nurlan, bu ilk olaraq özünüzü təqdim edin. Hansı məktəbdə təhsil alırsınız və bu Uşaq Səfirləri Məclisi nədir, nə zaman yaranıb, missiyanız nədir və hədəfləriniz nədir, nələr bizi gözləyir və bundan öncə nələr olub? Əvvəla hər birinizi salamlayıram. Mən Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Çox gözəl. Əvvəla mən komitənin tədbirlərində mütəmadi olaraq iştirak edirdim və komitənin belə bir layihəyə start verdiyini eşidəndə mən burada iştirakımı özümə borc bildim. Nəyə görə? Çünki mənim yaşıdlarımın da, digər uşaqların da hüquqlarının qorunması və bu sahədə effektiv layihələrin həyata keçirilməsi ilə biz əminəm ki, uşaqların bu həyata sağlam addımlar atması və yetkin fərd kimi bu cəmiyyətə sağlam bir vətəndaş kimi yetişməsinə nail ola biləcəyik. Uşaq Səfirlər Məclisi, mən deyərdim, 1 iyun tarixində yaradıldı və yaradılmasından sonra məclisin fəaliyyəti başladı ki, məclis müəyyən əlamətdar günlərdə uşaqların hüquqlarının qorunması sahəsində, daha sonra layihələrin həyata keçirilməsi üçün müxtəlif konfranslar keçirdik. Buna misal kimi 1 iyun tarixində Uşaqların Müdafiəsi günündə Bahar xanım Muradova ilə komitənin sədri ilə görüşümüz oldu. Həmin bu görüşdə bizlər müəyyən təkliflərimizi və digər yaşıdlarımızın bizə göndərdikləri sualları səsləndirdik və mən əminəm ki, bütün bunlarla biz uşaqların beynəlxalq qanunvericilikdə, ümumilikdə Azərbaycan qanunvericiliyində müəyyən olunmuş qanunları tam şəkildə qorunacaq və onların hüquqlarının pozulması halı minimal səviyyəyə yendiriləcəkdir. Uşaq Səfirlər Məclisinin fəaliyyətinə gəldikdə isə məclisin əsas fəaliyyəti ondan ibarət olacaq ki, məclisdə fəaliyyət göstərən 15 nəfər uşaq digər yaşıdlarının, digər uşaqların istəklərini burada səsləndirəcək və bu məclis bir platforma rolunu oynayaraq uşaqların istəklərinin həyata keçirilməsi və onların müəyyən ehtiyaclarının qarşılanmasını həyata keçirəcəkdir. Bununla yanaşı, burada səsləndirilən layihələr yalnız və yalnız uşaqların gələcəkdə sağlam bir fərd kimi, dövlətə yararlı bir insan kimi yetişməsi üçündür və Uşaq Hüquqları Konvensiyasında qeyd olunmuş bütün maddələrin qorunması, uşaqların müəyyən olunmuş maddələr və normalarla sağlam yaşaması həyata keçiriləcəkdir bu məclisdə. Biz sizə bol uğurlar arzu edirik. Siz hər zaman belə gözəl nitqə sahib olmusunuz, Nurlan, yoxsa bu məclisə qoşulandan sonra? Yəni, bu məclisə qoşulmamışdan əvvəl bir çox tədbirlərdə iştirak eləyirdim. Onu da qeyd etmək istərdim ki, sevindirici hal kimi 2019-cu il bilirdi ki, Nəsimi ilidir və Nəsimi ilində mən Bakı şəhəri üzrə keçirilən 741 məktəblər arasında təqdimat müsabiqəsində 1-ci yerə layiq görüldüm. Siz əməli başda aparıcı da ola bilərsiniz. Məndən yaxşı aparırsınız bir qədər. Çox sağ olun. Bununla yanaşı... Razılaşdı, gördüm nələr. Yəni, bununla yanaşı bir çox şeir müsabiqələrində, bədii qiraət müsabiqələrində də iştirakım, mənim nitqimin formalaşması və yaxud da məktəbdə yaradılmış Bullyingə Yox komandasının sədrliyi mənə bu bacarıqları verdi. Sizin kimi gəncləri görmək insanda fəxar edici oyadır. Çünki sağ olun. bilmirəm böyüyəndə, o ifadə var, böyüyəndə kim olacaqsan. Bilmirəm böyüyəndə kim olacaqsınız, amma çox lazımlı vətəndaşsınız. Uğurlar. Mən bir məsələni deyim, bu Nurlan, biz seçimlərlə bağlı, biz Uşaq Səfirlər Məclisinə, yəni nümayəndələrin seçilməsi, üzvlərin seçilməsi, bildiyiniz bura çox uşaqlar müraciət eləyirdi. Yəni o müraciətlər içərisindən 15 nəfərin seçilməsi də bir çətin prosesdir və biz orada seçim prosesində müxtəlif istiqamətləri, uşaqların liderlik bacarıqları, uşaqların ünsiyyət qurmaq bacarıqlarını yoxlayırdıq. Network, şəbəkə yaratma. Çünki bu çox vacibdir. Həmin orada olan 15 uşaq bütün Azərbaycanda belə deyək, olan uşaqların bir
səsi olacaqlar. Onların qaldırdıqları, demək istədiklərini lazım olan dövlət orqanlarının rəhbərlərinə, nümayəndələrinə çatdıra bilsinlər. Məsələn, həmin Nurlan qeyd elədi ki, 15 nəfərlə biz Dövlət Komitəsinin sədri Bahar xanımla görüşdük. Orada eyni məsələləri, yəni regionlardan da qeyd edeyim ki, burada uşaqlar var və orada indiki dövrə uyğun olaraq onlayn şəkildə qoşulurlar. Yəni bu tədbirlərdə onlayn keçilir. Oradakı onları narahat edən məsələlər, yəni bizdə nə çatışmır regionda, bölgədə, uşaqların nə problemləri var, həmin o nümayəndələrə deməli, Dövlət Komitəsinin və yaxud da digər orqanların rəhbərlərinə ünvanlaya biləcəklər. Ona görə bu bacarıqlar həmin o nümayəndələrdə olmalı idi və var idi ki, bunlar bu məclisdə seçiliblər. Nurlanda da yetərincə var bu bacarıq, həqiqətən. Bir də uşaqlar bir çağırış hazırlayıblar. Bəli, bəli. Nədir o çağırış, nədən ibarətdir? Yəni bizim əslində 2 çağırışımız var. Biri 1 iyun tarixində yayımladıq ki, həmin bu çağırışda bütün dünya uşaqlarının sülh şəraitdə yaşadılması və uşaqların yaşamaq hüququ, sağlamlıq hüququ və digər hüquqlarının mütəmadi şəkildə qorunması üçün biz bütün dövlət qurumlarına, digər beynəlxalq təşkilatlara çağırış etdik. Bununla yanaşı 12 iyun bilirik ki, uşaqların istismarına, əməyin istismarına qarşı müdafiə günüdür və bu günə aid də çağırış etdik ki, hər bir uşaq bu həyatda mənim hüquqlarım var deməyi bacarmalı və bu fikri öz həyat devizinə çevirməlidir. Hər zaman özünə qarşı törədilmiş müəyyən istismarları, qanun pozuntularını icazə verməməli və özünü qorumağı bacarmalıdır. Əhsən, əhsən. Biz sizə uğurlar arzu edirik. Sizlə həm söhbət olmaq çox xoşdur. Bundan sonraki fəaliyyətləriniz bol uğurlu olsun. Bizə də xəbər edin və ATV Səhərdə sizi qonaq qismində dəvət edək. Təşəkkür edirik. Çox sağ olun, minnətdarıq gəldiyiniz üçün. Bir daha tamaşaçıların nəzərinə çatdırmaq istərdik ki, qonaqlarımız Fərid Ədilov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və məktəbli bizim dostumuz bizimlə birlikdə idi. Nurlan Cəbrayılzadə. Nurlan, hər halda siz bu çağırışlar zamanı son dönəmlər pandemiya ərəfəsində öz həmyaşıdlarınıza da deyirsiniz də maskadan istifadə edin, spirtdən istifadə edin. Deyirsinizmi bunu? Bəli, bəli. Bu yəni öz sosial şəbəkələrimizdə və yaxud da ki, komitənin yeritdiyi siyasətlə, tədbirlə, dövlətimizin yeritdiyi siyasətlə uyuşaraq bizlər də uşaqların, ümumiyyətcə bütün Azərbaycan xalqının bu dönəmə uyğunlaşması, tibbi maskalardan istifadə etməsi, sosial məsafəni qoruması üçün müxtəlif çağırışlar, video çarxlar hazırlayırıq. Aferin sizə, həqiqətən. Hal-hazırda bizim rubrikamız, maskalan rubrikamız